çoxsaylı tapılan mina növlərindən biri də bax bu gördüyünüz PMD-6 və onun oxşarı olan plastik gövdədə olan PPM minasıdır. Hər ikisi çox sadə şəkildə qapağı açılaraq içərisinə 200 qram partlayıcı maddə yerləşdirilir və MUV seriyası partlayıcı qurğu ilə işə düşür. Və üzərinə artıq 6-26 kiloqram çəki düşdükdə bu minalar işə düşürlər. Bu minaların quruluşu çox sadədir. Sadə olduğuna görə də çoxlu sayda hazırlana bilir və çoxlu sayda istifadə olunur. Tanınmayan şəxs bunu hər hansısa bir mülki bir əşyaya oxşada bilər və yaxud bir qutuya oxşada bilər, istər taxta formasını, istər plastik formasını. Və belə halda bunun hərəkət etdirdikdə vurucu qurğusu, yəni partlayıcı qurğusu işə düşüb minanı partladacaq. Yəni 200 qram partlayıcı maddə kifayət edir ki, ayağı qopartsın, əli qopartsın, yaxın məsafədə qorumasız üz nahiyəsində gözlərin kör olmasına gətirib çıxarda bilir, beyində qansızmaya səbəb ola bilir. Eyni zamanda mina qurbanları bəzən bir minaya düşdükdə, müstəqil şəkildə çıxmağa çalışdıqda başqa bir minanı işə salır. Həmin piyada əleyhinə minanın baxmayaraq ki, təyinatı öldürmək yox, yaralamaqdır, baş nahiyəsinə, bədən nahiyəsinə və yaxud da ki, hər hansı həyatı vacib orqana yaxın yerdə partladıqda nəticə etibarilə yenə də insanın ölümünə gətirib çıxardır.